Salam uşaqlar. Deməli, bugün 11-ci sinif DİM testindən rasional kəsirlərin ixtisarı DMG çoxluğu, yəni dəyişənin mümkün qiymətlər çoxluğu testinin deməli suallarının izahına baxaq. Birinci sualdan başlayıram. Sual 1, yəni səhifə 47-də olan testdən söhbət gedir. Deməli, yuxarıda a kvadratı plus ab plus b kvadratı yazıram. A kvadrat plus ab plus b kvadratı bölək. Aşağıdan görürük ki, hər iki tərəfdə a kubu var. Yuxarının olduğu kimi saxlayıram. Aşağıdan a kubunu, nə demişdim? Üstü kiçik olanı mötərizə xaricinə çıxarım. A kubunu çıxartdım, qalır a kubu minus b kubu. Bərabərdir. A kubu minus b kubunun açılışı necə idi? Bunlara dəymirəm. A kubu digərində bu formada açacağım. A minus b vura. A kvadratı plus ab demişdim. Kubların fərqi düsturunda birinci a minus b yazılır. Sonra mötərizənin içində hər iki işarə plus olur. B kvadratı. Görərsiniz ki, bu mötərizə ilə bu mötərizə eynidir. Məxrəcdə bir dənə a kubu, bir də a minus b qalır. Deməli, cavab edir. Yuxarıda görürsə eşitət qalmadı. 1 bölü a kubu vuraq. A minus b. Yəni, cavab Y bəndi 2. Kəsirlərin bölünməsi vurulması birinci olduğu kimi qalır. Kəsirləri böləndə ikincini tərs çevirib vururam. 2y böl x. Digərində elə vururam. Çünki vurmadır. Bərabərdir. Burada x-lər görürsünüz. İxtisar gedir. Deməli, burada y-in biri ilə bu y-in biri ixtisar gedir. Burada 1y qalır. Başqa ixtisar yoxdur. Yuxarıda 2 və x-in kvadratı qaldı. Məxrəcdə isə 3y-in kvadratı, bir də burada 3y-in kubu. Cavab B bəndi. 3. 3 də eynisidir, özünüz eləyərsiniz. 4. 4'ü yuxarı görürsünüz. Yuxarı nədir? A kvadrat minus b kvadratın açılışı kimi. 4 nəyin kvadratıdır? 2'nin. Yazıram 2 minus b, 2 plus b. Bölək. Aşağıdan 5'i çıxardıram. Mötərizə xaricinə 2 plus x-dən b deyilmiş, bu x imiş. Mən niyə b yazdım? 2 plus x-dən 2 plus x neyinir? İxtisar gedir. Yuxarıda qalır 2 minus x böl 5. Yəni, cavab B bəndi. 5. Yenə yuxarı adi düsturdur. P kvadrat minus 25'i necə yazaram? Belə yazım da P kvadrat minus 5'in kvadratı. Düzdür. Görürsünüz, bax, A kvadrat minus B kvadratına gəlir. Yenə də böl 7P minus 35 yazdım belə. Deməli, yuxarı necə açacağım? P minus 5, P plus 5. Bölək, aşağıda 7'ni mötərizə xaricinə əlbəttə ki, çıxardaram. Qalar P minus 5. P minus 5, P minus 5 ilə getdi. P plus 5 böl 7 qaldı. Cavab C bəndi. 6. 6 yuxarıda uşaqlar görsəniz, A üstü 9 nəyin kubudur? A üstü neçənin kubudur? A üstü 3'ün kubudur, düzdür? A üstü 7 nəyin kubudur? A üstü 3'ün kubudur. Yazıram. Minus 1. Zaten 1'in kubu, kvadratı, 1'in bütün dərəcələri özünə bərabərdir. 1'in də elə kubu yazaram. Yazsam da, yəni onlar yazmasam da. Məxrəci olduğu kimi saxlayıram. Çünki məxrəci hələ ki, heç nəyə gətirməyi görmürəm. Yuxarını kubular fərqi kimi açıram. Eynən bax, burada birinci misalda açmışam o formada. Artıq məndə A kubu deyil. A kubunun kubudur. Aydındır. Yəni A-nın yerində A kubu durubdur. Deməli, necə idi düstur? Bu minusdur. A kubu minus 1 vuraq. Çünki baxın, kubun altında duran A deyil, A kubudur. Ona görə A kubu minus 1 yazdım. Birincinin kvadratı plus birinci ilə ikincinin hasili plus ikincinin kvadratı bölək. A üstü 6 plus A kubu plus 1. Baxın, bu mötərizənin içi eyni olduğuna görə bir dənə qalır A kubu minus 1. Cavab edir A bəndi. 6A. Keçək. 7-ci misal eynisidir, özünüz yazarsınız. 8. 8'də nədir? 8'də demişəm 4 dənə olanda 2-2 onları neyinəyin? Çox vaxt, yəni qruplaşdırmaq olursa, baxıram ki, olur. 3m-i əlbəttə ki, çıxardıram mötərizə xaricinə, qalır elə 3m minus 1. 9m kvadratından 3m-i çıxardığında nə qalır? Elə 3m minus 3m-i də elə 3m-dən çıxardığında, yəni 3m böləndə də, yəni mötərizə xaricinə çıxardığında neynirlər? Bölürlər. Plus, bu ikisini də eyni çıxardıram, heç nə. Görürsünüz, bax, 3m-in çıx n. N ortaqda n-i çıxartdım.
3m çıx. Görürsünüz, bax n-dən n-i alanda, yəni mötərizə xaricini çıxardanda qalır elə 1. Bölək. Bunu hələ ki yazıram. 9m kvadrat çıx 1. Bərabər. Uşaqlar, baxın. Bax, sağda da, solda da 3m minus 1 yaranıb. Artıq mötərizənin özünü mötərizə xaricinə çıxardıram. Burada nə qaldı? 3m plus. Burada nə qaldı? N. Bölək. 9m kvadratı minus 1 yenə də a kvadrat minus b kvadrat. Görürsünüz, bax 9m kvadratı 3 m-in kvadratıdır. 1 də 1-in kvadratı. Deməli yazıram 3m çıx 1. 3m topla 1. 3m minus 1'lerim getdi. Nə qaldı? 3m plus n böl 3m plus 1. Yəni 8-də cavab A bəndi. 9. 9-da yuxarıda demişəm bu tiplərdə uşaqlar mənfi qabaqda görürsünüzsə, elə mənfi ədədin özünü çıxardım. Mənfi 5 A ilə onda ortaq olan nədir? Mənfi 5-in elə özü. Baxın, əgər mənfi ədəd mötərizə xaricinə çıxardırsınızsa, yəni, bax, bu tip misallarda mənfi 5A, baxın, bilmirəm, orada videoda görsənir, görsənmir, 9-cu misalda. Mənfi 5A plus 10. Mənfi 5-i mötərizə xaricinə çıxardanda A burada qalır. Amma baxın, onu elə bir mötərizə xaricinə çıxartmaq həmin ədədi, yəni çıxartdığımız ədədə bölmək deməkdir. Aydındır. Yəni həmin ədədə bölürsən. İndi onu da mənfi 5-i bölündə nə eləyəcək? Mənfi 2 eləyəcək. Və ya birbaşa yadına saxla. Mənfini çıxardanda işarəni dəyiş. Aşağıya da biraz gözü açıq olsanız, görərsiniz ki, aşağı əslində A minus 2-nin bağlanmış kvadratının açılışıdır. Biraz diqqətli olsanız görərsiniz. Bax, bunun bir tayı gedir, qalır mənfi 5 böl A minus 2. Yəni 9-da cavab D bəndi olmuş. Baxın, D bəndi niyə? Deyirsiniz, məmə, burada D bəndində mənfi yoxdur, siz mənfi qoymuşsunuz qabağına. Uşaqlar, D bəndində diqqətli olsanız, yazılıb 5 bölək 2 minus A. Bax, bu mənfi var, bunun yerini bir-biri ilə dəyişəndə qabağa bir mənfi düşür. Bu mənfi ilə də toqquşur, mənfi itir, müsbət olur. 10 eynisi də özünüz yazarsınız, 11. Əslində 11 də bayaq dediyimiz tipdəndir, amma yenə də yazaq. Deməli, nə edərəm burada? Baxıram. Əslində bu ikisini qruplaşdıraram. 4-4 olanda demişdim. Amma baxım görüm mənə sərf edirmi? Məsələn, 64 minus 8-ə. 8-i çıxartsam, burada qalır 8 minus plus. Bundan da çıxartsam, görürəm ki, mənə heç nə vermir. Yəni, ortaq nəsə vermir də. 4-dən olanda 2-2 qruplaşdırıb, sonra bir də çıxardırıq. Bax, bir də buradakı kimi, bu misaldakı kimi, 8-də kimi. Amma baxıram ki, burada 64 ilə 8 ayı uyğunlaşdırsam, mənə əl vermir. 64 ilə A kubunu uyğunlaşdırıram. Baxın, 64 ilə A kubunu uyğunlaşdırıram. Çünki 64 4-ün kubudur, A kubu da elə A-nın kubudur. Minus 8A plus 2A kvadratını yazıram. Bunda, uşaqlar, bunda açıram heç nə. Baxın, hələ ki surət işləyirəm, məxrəci yazmıram. Deməli, bunu necə açaram? A kubu minus B kubu, yəni bu 4-ün kubudur da. 4 minus A vuraq, 4-ün kvadratı 16 plus, demişdim minus olanda kublar fərqi olur, plus olur orta hər ikisi. 4A plus, deməli A kvadratı. Minus, bax yenə görürsünüz, bax mənfini çıxardacam, işarəni dəyişəcəm. İkisində üstü, A'lardan üstü kiçik olanı 8 ilə 2-də də ortaq 2-dir də. 2A'nı çıxartdım, qaldı 4. Deməli, nə? İşarəni dəyişirəm, mənfini çıxartmışam. Minus A. Bölək. Bu dəfə yazıram. 16 plus 2A. Deməli, plus A-nın kvadratı. Bərabərdir. Yenə, baxın, bu solda, bu sağda. Hər ikisində 4 minus A var. Görürsünüz. Çıxardıram bunu da. 4 minus A-nı çıxartdım. Nə qaldı? 16 plus 4A plus A kvadratı bunda qalıb. Bunda da elə minus 2A qalıbdır. Bölək 16 plus 2A plus A kvadratı bərabər. Uşaqlar, burada baxın, 16 öz yerində dursun A kvadratı, çünki oxşarı yoxdur da. Amma 4A-dan 2A-nı çıxanda elə eləyir 2A. Düzdür? 16 plus, elə ki, baxın, bu ikisini uyğunlaşdırdım. 2A plus A kvadrat. Baxın, aşağıdakı ilə eyni bir şey alındı. Görə bilirsiniz? Ona görə bunları qəşəcə ixtisar aparın. Bir dənə cavab eləyir 4 minus A. Cavab C bəndi olmuş olur. 9-da nə demişdik? Variantı yazmamışam da dedik. Sonra 10, 2 eynisidir yazarsanız, yəni 27-nin A kubunu. Baxın görün, 27-ni çıxarsam, burada qalar 1 plus A. Burada da A kvadratını çıxar, alınmır.
Deməli 27 ilə, yəni birinci ilə sonuncunu uyğunlaşdırın. Elə həmişə öyrəşməyin ki, birinci ilə ikincini, üçüncü ilə dördüncü. Xeyr. Görürsünüz, deməli birinci ilə axırıncını da və yaxud birinci ilə üçüncünü də yəni uyğunlaşdırmaq olur. Dediyim kimi 27 ilə A kubunu uyğunlaşdırasınız. Bu qədər. Aşağıda da dəyməyə də bilərsiniz. Amma aşağı mən elə buradan görürəm ki, bu A plus 3-ün bağlanmış kvadratıdır. Yaza bilərsiniz. Yaxşı. 13. 13'ü deyir ki, kəsrini ixtisar edin. Gəlin ixtisar edək görək. Yuxarıda istəyirəm bunu diskriminantla tapam. Görüm kökləri nədir? Əslində diskriminantsız da tapa bilərik. Bu 15'i parçalayaram, çıxardaram mötərizə xaricində. Amma qoy qalsın. Yuxarını diskriminantla ayırıb, D bərabərdir. Necə idi diskriminant? B kvadrat minus 4AC bərabər. B'im nədir burada? 15. 15'in kvadratı nə edir? 25 minus 4, 225. 4 vuraq. A'im nədir? 25. S'im nədir? 2. Bərabər. 225 minus, bu eləyir 100, 100 də 200. Cavab eləyir 25. İndi x1'in düsturu necə idi? Mənfi B, mənfi, bir dəndən 15'in qabağında mənfi var, ona görə müsbət olur. 15 plus kök D, kök D, kök 25 nə çıxır? 5. Bölək 2A, 2'ni də 25'ə vuranda eləyir 50. Deməli, bu eləyir 20 böl 50, o da 0,4. Bəs x2 nəyə bərabərdir? x2 də bunların fərqini, yəni 10 böl 50, o da bərabərdir 0,2. Yəni bunu 10'da 4 və 10'da 2 kimi yaza bilərsiniz. Deməli, bundan o yana necə yazırdıq? Vuruqlara ayırmada necə demişdim? Deməli, olacaq A, necə idi düstur? A vuraq, x minus x1, x minus x2. Bərabər. A'im neçədir? 25. 25 vuraq. Nə tapdım? X1'i tapdım. 10'da 4, o birində 10'da 2. X minus x1. 10'da 4. Və deməli, x minus 10'da 2. Bərabərdir. Bunu istəyirəm parçalayam. Bu 25'i. Baxın. 5 necə vura bilərəm? Baxın, görüm. 5'in 25 5 vur 5'dir da, düzdür. 5'in birini buna verirəm, birini də bu mötərizəyə. Deyərsiniz müəllimə, niyə görəsiniz niyə? Bax, bunu vururam, açıram. 5'i vururam bu mötərizəyə. Olur 5x minus 5'i buna vuranda bu ixtisar gedir. Burada 2 qalır. 4'ü də 2'yə böləndə 2 qalır. Yəni 5 qısıq 2. Burada isə 5'i bu mötərizəyə vururam. Olur 5x minus 5 ilə bu yenə ixtisar gedəcək. Elə bir 5'i vururum, açıram da. 5'i bir dəfə buna vururam, bir dəfə də buna vururam. Yəni məqsədim o ki, məxrəci itirim. Ona görə bu qabaqda A, bu A'nın 25'i 5 vur 5 kimi yazıb. Hər mötərizəyə bir dənə 5 verdim. 2'ni də 2'yə böləndə 1. Deməli, yuxarının vuruqlarını ayırdım bu formada. Aşağıda da yenə A kvadrat minus B kvadratıdır. 5x minus 1, 5x plus 1 formasında yazıram. 5x minus 1'lər ixtisar gedir. 5x minus 1 bölək 5x plus 1 qalır, cavab Y bəndi. Bax, bu hissiyə, bu düstura, bunu necə ayırdığına videonu geri çevirib bir də baxarsınız. Deməli, 13, 14. 14 də yenə sıradan bir misaldır. M üstü 4, bir də M. Nə edə bilərəm burada? Yəni, burada bir deyim ki, belə dəhşət bir şey yoxdur da, uşaqlar. Bunun üstü 4'dür, bunun üstü 1'dir də, yəni yazılmırsa 1'dir demişdik. Üstü kiçik olan demişdim, çıxart. Üstü kiçik olanı M-in özüdür. M üstü 4'dən M çıxardanda deyəndə uşaqlar çıxmaq nəzərdə tutmayın. Mötərizə xaricində çıxardanda bax bir də deyirəm. Yəni həmin ədədə böl. M üstü 4'ü, bax qıraqda bir dəfə bölürəm. Yəni birdən çaşanlar olar. Bax M üstü 4'ü M-ə böləndə uşaqlar böləndə qüvvətlər nə edir? Çıxırdıq. 4'dən birini çıxsan qalır 3. Yəni olur M kubu çıx 1. Bölək. Buradan 2'ni çıxardıram mötərizə xaricində. Qalır M kvadrat plus M plus 1. Bu düsturu aşsam, bax bunu M kubu minus 1, A kubu minus B kubu kimi açsam, M vuraq, bax bu M'dir. Vuraq. Bunu açanda M minus 1 vuraq, M kvadrat plus M plus 1. Baxın, bayaqdan bu düsturu gör neçə dəfə açmışam. Da bundan sonra bu düsturda çaşan uşağı, yəni sözüm yoxdur. Məxrəclə surətdə eyni yarandı. Deməli, 14'də cavab edəcək B bəndi. Bax, B bəndində nə edirlər? M-i də vurub açıblar.
m-i vurursan m-ə m kvadratı minus m-i 1-ə m böl 2. Yəni cavab B bəndi. 15. 15-də nə ediblər uşaqlar? Baxaq görək 15-ə daha qısa nəsə edə bilərikmi? Baxım görüm elə bilərik. Edərik əlbəttə. Baxın uşaqlar, əgər siz durub bunları açmağa çalışsanız, yəni baxın, bu 15-ci misalda, yəqin ki videoda orada düşür. Bax, bu misaldan söhbət gedir. Yazıb x üstü 8 minus 1. Uşaqlar, x üstü 8 minus 1-i x üstü 4 minus 1, x üstü 4 plus 1 yaza bilərəm. Çünki x üstü 8 x üstü 4-ün kvadratıdır. Aydındır. Onu da a kvadrat minus b kvadratı kimi açdım. İndi bölək. Görün burada necə bir şey edəcəm. Uşaqlar, mən demişdim ki, üstü cüt olanda bir ifadənin, bir ədədin və dəyişənin fərqi yoxdur. Üstü cüt olanda mənfini neyinir? İtirir. Yəni üstü 2 olanda, 4 olanda, 6, 8 və s. Amma üstü tək olanda mənfi neynəmirdi? İtmirdi. Yəni bunu mən qaydada demişdim sizə, yadınızdadırsa. Ona görə bir taktika işlədirəm. Da özümü yormuram. Yəni indi görün də neynəyəcəm. X minus 2-nin kubunu yazıram. Bu 2 minus x-i də götürürəm, yazıram x minus 2. Yerlərində dəyişdim axı. Qabağa bir dənə mənfi düşür. Düşəcək də əlbəttə. Çünki kub mənfini neynəməyəcək? İtirməyəcək. Bunların yerin mən neynədiniz? Bir də deyirəm. Bax, x burada 2 minus x idi. Burada 2 minus x idi. Mən x minus 2 yazdım. Bundan eyniləşsin deyə də. Elə bir çox bilmişdik eləyirsən misalda. Kubu yazdım. Və mən elə yazmaq olar. Müəyyən yerlərdə olar. Yerini dəyişdim. Bu cüt olsaydı, üstü cüt ədəd olsaydı, dəyişdim də heç nə dəyişmir. Yəni işarə falan atmayacaqdım qabağa da, dəyişiklik olmayacaqdı. Amma üstü təkdi deyin, yer dəyişəndə qabağa mənfi düşürdü. Bu mənfi də gəldi, çıxdı qabağa da. Çünki tək mənfini itirmir. Bu toplama idi, amma nə oldu? Çıxma. Niyə x minus 2 yazdım? Bax, bunu rahat, bax, bununla indi görəsiniz. Plus x üstü 4 plus 1-i yazıram, bərabər. Bax, bu müsbət x minus 2-nin kubu, bu da mənfi x minus 2-nin kubu. Bunlar nə edilər? Əlbəttə ki, islah getdilər. Burada bircə dənə x üstü 4 plus 1 qaldı. Bunu da bundan geçək ixtisar aparıram. 15-də cavab olur C bəndi. Deməli, keçək 16-cı misalla. 16 da eynisidir. Orada 1 minus x-in, o ikincidə 1 minus x. Və fərqi yoxdur. Elə lap birincini x minus 1-in yerinə 1 minus x yazıb qabağa mənfi atıb islah aparacaqsınız. 16-da da şifahi işləyəndə orada cavab D bəndi eləmiş olacaq. O x-in kubu, x üstü 6 minus 1 yazasınız, x kubu minus 1, x kubu plus 1. Aşağıdakı x kubu plus 1 nə gedəcək? D bəndi qalmış olacaq. 17 də eynisidir uşaqlar. Üstü yadınızda saxlayın. Elə dərəcələr çoxdursa, baxın. 17-də məsələn, baxın, orada yazıb x minus 1 üstü 9, nə bilim 1 minus x üstü 9. Birinci bu misalda birliklər var. 17 18 ilə eynidir. Yazmaq istəyirəm. Amma 18-i yazacağam. 18-i yazıram. 17-ni də özünüz yazarsınız ondan eyni. Yuxarıda baxıram. Nəyə mötərizə xaricinə çıxarda bilirəm? X kubu minus 3x kvadratından x kvadratını çıxartdım. Üstü kiçik olanı. Qaldı x minus 3. 18-i işləyirəm. Bəli. X minus 3. Minus, bax yenə. Görürsünüz, bax qabaqda mənfi var. Mənfi varsa bunu mötərizə alanda, yəni mənfini çıxartdım mötərizə xaricinə. Bunun işarəsini dəyiş. Bölək. Uşaqlar yenə, bax dedim, üstü çox olanda, böyük ədədlər olanda, yəni burada bu misalda nəsə bir qarışıqlıq olduğunu, yəni hiss edin siz. Deməli, neynəyəsiniz? Yolun deyirəm də. Yəni, x minus 1 üstü 7. Bunu da qəşək yerini dəyiş. Bunu da x minus 1 üstü 7 yaz. Üstü təkdir. Mənfini saxlamır, qabağa atır. Qabaq da müsbət idi. Mənfi oldu. Elədi mənfi. Plus 4 minus x minus 1-in üstü 2. Bərabərdir. Bunlar neynədilər? Getdilər. Bu ikisindən də nəyi çıxardacam? X minus 3-ü çıxardacam mötərizə xaricinə. Burada qalacaq x-in kvadratı çıx 1. Bölək. Aşağıda isə bunu, bax bu da nəyin kvadratıdır? 2-in kvadratıdır. 2 minus bu, 2 plus bu yaza bilərəm. Bunlardan işləmişdik. Yazıram 2 minus x minus 1, 2 plus x minus 1. Bax, a kvadrat minus b kvadrat. A-nın yerində budur. Bax bu. B-in də yerində, elə ki B-in yerində belə yazırdım da. B-in də yerində x minus 1 diricə durubdur.
Bunu yazıram. X minus 3 vuraq. Bax, bunu da atıram. A kvadrat minus B kvadrat kimi atsam. X minus 1, X plus 1 alaram. Düzdür? Bax, bunu surətdən danışıram. Bölək. 2 minus X plus mənfi plus eləyəcək. O da eləyəcək 3 minus X. Burada isə deməli 2 plus X mi olacaq? 2-dən 1 çıxanda 1 plus X bərabər. Uşaqlar, bax, 1 plus X, X plus 1 getdilər. 3 minus X, X minus 3 getdilər. Amma bir-birinin nə idilər bunlar? Əksi. Qabağa tez bir dənə nə atdım? Mənfi. İxtisar apardım, qabaqda mənfimi atdım ki, özümü qarantiliyim. X minus 1. Cavablara baxırıq ki, belə deyil. Deməli, mənfini mötərizəyə vurub atıblar. Mənfini X-ə vurdum. Mənfi X, mənfini mənfi 1-ə vurdum. Müsbət 1. Bunun yerini dəyişdirir. Düz toplanın yerini dəyişdirir. Cəm dəyişmir. 1 minus X almış oluram. 18-də cavab D bəndə olmuş olur. 19. Uşaqlar, 19 və 20. 19-u işləyəcəm. 20-ni özünüz işləyərsiniz. 19-da mən bu tiplərdə üstü enlilər, yəni şablon sualdır da. Bircə dənə yol demişdim. Yəni uzun da getməyən sadə bir yol idi. Üstü kiçik olanı mötərizə xaricinə çıxar. Gəlin çıxaraq. Biri var 2n plus 2, biri var 2n. Əlbəttə hansı kiçikdir? 2n kiçikdir də. Ona görə A üstü 2n-i çıxartdım. İndi A üstü 2n plus 2-ni A üstü 2-nə böləndə nə edir? Üstlər çıxılır, 2n'lər gedir, bir dənə qalır. A üstü 2 minus özündən özünü çıxardığını demişdim, 1 qalır. Bölək. Aşağıda baxıram ki, yenə. Üçündə də A üstü n'lər, 2n'lər hətta var. Üstü kiçik olan hansıdır? A üstü 2n. Yenə A üstü 2n çıxartdım. Baxın, bax. Elə bir ki, dedim axı, çıxardanda bölürsən. Böləndə indi üstlər çıxılacaq axı. Bundan 2n'ni çıxarsan. 2n'lər gedəcək, qalacaq A kvadratı. Üstə gələ yenə 2n'lər gedəcək, qalacaq 2A. Da üstü 1 yazmıram. 1 elə özüm verir. Plus 1. Yəqin ki, aydındır. Bərabərdir. A üstü 2n'lər tez aparıram. Uzun getməsin. Yuxarı necə açacam? A minus 1. A plus 1. Aşağını deyin görüm. Məndən qabaq deyin görüm. Demirəm. Deyin görüm, bu nəyin açılışıdır? Nəyin açılışıdır? Yəqin ki, deyən dedi, deyənməyən də bilmirəm. Deməli, nədir bu? A plus 1-in bağlanmış kvadratıdır. Bərabər. A plus 1-lərin, burada da 2 dənədir. Biri gedir, yuxarıda qalır. A minus 1 bölək. A plus 1. Bu da 19-cu misal idi. Baxın, görüm, düz yazdım. Bir də 20 ilə qarışdıraram. Hə, düz yazmışam. Deməli, 19-da cavab edəcək. A bəndi. 20 eynisidir. Yenə A üstü 2 eyni mötərizə xaricinə çıxardıq. Bu da deyəsən mənfisinə gələcəkdir. Burada mənfi var. Yəni A minus 1-in kvadratına yəqin ki, gələcəkdir. 20-ni işləyərsiniz. 21. 21-də baxıram ki, uşaqlar heç nədə, nədir? Hər ikisində də baxın. Görürsünüz yəqin ki. Baxın, hər ikisində də A minus B var. Heç də nə edeyim? A minus B-ni çıxardım da. Orada çətin nə var ki? A minus B-ni çıxartdım mötərizənin xaricinə. Bax, A minus B-nin kvadratıdır. Bu da A minus B, yəni A minus B-nin bir dənə A minus B-ni buradan çıxardıram. Yəni bölürəm bunu A minus B-yə. Nə qalır? Bir dənə A minus B qalır. Plus, burada da 5 qalır. Bölək. Aşağıda da baxım görüm. Baxın, buradan bunu uyğunlaşdırsam, 4 dənədir də, yəni 2. Hə, baxın. Heç biri uyğunlaşdıranda əslində ortaq vurub çıxarda bilməyəsiniz. Amma bura bir dənə baxın. A kvadrat plus 10A plus 25. Görsünüz? Bu mənə A plus 5-in bağlanmış kvadratını verirmi? Əlbəttə ki, verir. Yəni, yerdə B kvadratı qalıb. Dursun. Bərabər. A minus B-yi yazıram. İşim yoxdur. Bunu da yazıram. A minus B plus 5. Surətlə işim yoxdur. Çünki hələ surətli bir şey yoxdur. Məxrəci nə edirəm? Bax, bunun elə bir yerində belə qəşəng bir A durub. A sadəcə ifadədir. Yəni, işləmişdik də. A minus B, A plus B. Yəni, olur A plus B minus B. A plus 5 minus B. A plus 5 plus B. Bu, baxın, eyni şey. Bax, A minus B. A, deyərsən mənimə yerləri dəyişikdir. Nə olsun ki? A müsbətli, müsbət B, mənfili, mənfi B, 5 müsbətli, müsbət. Bax, bununla bu eyni mötərizədir. Gedirlər. 21-də cavab olur. Deməli, Y bəndi. Yuxarıda bu qaldı. Aşağıda da bu qalmış oldu. 22 eynisidir yazarsınız. A plus B-ni burada da çıxardacaqsınız mötərizə xaricinə. 23-ə baxaq görək necə işləyirlər. Deyir ki, kəsrini ixtisar edin. Köçürdürəm misalı.
23. Deməli, b üstü 4 minus 4b kvadratı minus 5 bölək b üstü 4 plus 4b kvadratı plus 3 bərabərdir. Baxıram, deməli, burada necə eləyəcəksiniz? Bu, elə bir ki, b kvadratına görə tənzimlənmiş bir misaldır da. Necə deyim? Məsələn, burada necə x kvadrat minus 4x minus 5 yazırdıq ha? Eynən belə. Nələr, o hansı ədədlərdir ki, hasili -5 verir, cəmi də 4 verir. Bu 5-lə 1 olar da. İndi işarəsi də nə olacaq? Hansına mənfi verəcəm? Viye teoreminə əsasən deyirəm də, yəqin ki, bildiniz nə deyirəm. Buna mənfi verərəm də ki, toplayanda müsbət 4 versin. Artıq uşaqlar görürsünüz, bax, b kvadratına görədir. Olacaq b kvadratı, bildiniz də, hansı a vuraq x minus x1, x minus x2 düsturuna görə kökün biri 5'dir, bir də mənfi 1. b kvadratı plus 5, daha doğrusu minus 5, b kvadratı plus 1. Mənfi olanda müsbət, müsbət olanda mənfi olurdu düstura görə. Aşağıda bəs, aşağıda uşaqlar nələrin deməli hasili elə mənfi 3 ilə mənfi 1, yəni köklər hasili 3 verməlidir, baxın. Köklər hasili 3 verməlidir, köklərin cəmi mənfi 4 verməlidir. Mən köklərin mənfi 3 ilə mənfi 1 götürə bilərəm də. Mənfi 3 mənfi 1'ə vuranda müsbət 3 eləyir, baxın, sərbəst hədd. Köklərin cəmi də ikinci həddin əmsalın əksini verir, yəni mənfi 4, doğrudan mənfi 4 verir. Deməli, onda bunu da yazaram, b kvadratı plus 3, b kvadratı plus 1. Bax, b kvadrat plus 1'lər gedir, cavab eləyir. Deməli, 23-də C bəndi etmiş olur. Baxaq. 24. 24 də eynisidir uşaqlar. Yəni 24-də də belə deyim də, bax, a kvadratının kvadratı çıx 3a kvadratı minus 4. Bax, bu formadadır da. Yəni ki, elə bir x-in yerində a kvadratı durubdur. Ona görə məsələn 23-də də mən elə bir ki, a kvadrat, burada b kvadratı yazdım. Burada siz a kvadratı kimi yanaşacaqsınız. Yəni ifadənin özü a kvadratına əsasən qurulubdur. Keçirəm 25-ci suala. X böyükdür deyir, 1 olduqda. Uşaqlar, x 1-dən böyükdürsə, modul açmağı biz bilirdik də. 1-dən böyükdürsə, nə bilim, 2-dir, 3-dür, 4-dür və s. Deməli, 1-dən özündən böyük ədədlər çıxsam, əlbəttə ki, mənfi eləyər. Mən də demişdim, mənfi olanda neyinə? Tərsinə aç. X minus 1 deyə açdım modulu. Aşağıda da yenə köklər hasili mənfi 2 verməlidir. Köklər cəmi də mənfi 1. Deməli, 2 ilə 1 seçirəm. Mənfi 2 verməsi üçün bunların hansısa mənfi verməliyim. Deməli, mənfi 2 ilə 1 seçərəm. Çünki mənfi 2-ni 1'ə vuranda doğrudan da mənfi 2 edir. Mənfi 2 edir köklər hasili. Köklər cəmi də mənfi 1 edir. İkinci həddin əmsalının əksisi mənfi 1. Görürsünüz, burada müsbət, amma mənfi bizə lazımdır. Aşağında belə yazıram. Yazıram x plus 2, x minus 1. Ay müəllimə, niyə? Axı burada mənfi 2-dir. Siz niyə müsbət 2 yazdınız? Bu düstura görə bax. A vuraq x minus x1, x minus x2. x1'in yerində bu durub. X minus mənfi 2, bax buna görə. İndi bildin, x plus 2'ni hardan alıram, x minus 1'i hardan alıram, bax ona görə. Yəni arada bir dəfə də dedim, qabaqda demişdim ki, çaşmayasınız. Bunlar ixtisar gedir, cavab edir. Deməli, 25'də A bəndi. 26 eynisidir yazarsınız. 27. 27'də yenə üstü m demişdim bu formalarda neyin? Üstü kiçik olanı çıxardım mötərizə xaricinə. Baxıram uşaqlar. Bax 2 də var hər ikisində, 3 də var. Yaxşı, bəs müəllimə, mən bunları çaşıram. Neyniyim? Üstü kiçik olanda heç də neyin yazsan? Burada 2 üstü m'dir, burada 2 üstü m minus 1'dir. Hər halda bilirsən ki, 2 üstü m çıx 1 daha balacadır da. Yəni m, biri var 5, bir də var 5 çıx 1. Yəni aydın ki, m çıx 1 balacadır da. Bəs 3'dən də burada n minus 1 var, m var. Bunun da n minus 1'i çıxardaram, əlbəttə ki. Yaxşı, bəs nə qalar? Bunu buna böləndə 3n minus 1, burada da 3n minus 1, nə oldu bundan keçəcək deyir. İndi sən, bax aşağıda bir də deyirəm, çıxardanda bunu elə bir ki, buna bölürük. İndi böləndə üstləri neyin edirik? Çıxırıq. Yəni bu m-dən, bax bu m-dən, 2 üstü m-dən çıxıram, m minus 1'i. Bu da bərabər m minus, qabaqda demişdim, radar var. M plus 1. M'lər gedir, bir dənə 1 qalır. Yəni 2 üstü 1 qaldı bir dənə. 3m minus 1, bu da 3m minus 1'dir. Bu gedir. Üstü m minus 1'dir. Minus.
2 üstü 1 yəni yazmağa da əslində ehtiyac yoxdur. Nəysə. 2 üstü n minus 1. İndi burada da eyni olan budur, bu getdi işinə. İndi n minus üstü çıxıram. N minus 1 bərabər. N minus n plus 1. N'lər gedir 1. Burada da 3 üstü 1 qalır. Bu qədər bəsit. Bölək. 2 üstü m, 3 üstü n. Düzdür? Bərabərdir. Yəqin ki, görünür də oradan. Baxın. Aha, bu daha yaxşı da elə bilirəm. Yaxşı, baxın. 2-dən 2 üstü 1 2 eləyir. 3 üstü 1-də 3 eləyir. 2-dən 3 çıxanda mənfi qalır. Bax, qabağa bir dənə mənfi atıram. Çünki 2-dən 3-ün çıxanda mənfi 1 eləyir də. Bu dursun. İndi bax, üst böləndə bunu əlbəttə əsaslar bununla bu eynidir. Bununla da bu böləndə üstlər nə edir? Çıxılır. M minus 1-dən m-i, bax bu m-i çıxanda m-lər gedir. Burada mənfi 1 qalırmı? Özdə harda qalır? 2 üstü mənfi. Bundan bunu çıxdım. Deməli, burada qaldı da mənfi 1. 2 üstü mənfi 1. Deməli, 2 üstü mənfi 1 surətdə qaldı. İndi n minus 1-dən də n çıxanda 3 üstü mənfi 1 qalacaq. Oy, 3 üstü mənfi 1. Bərabərdir. Mənfi. Demişdim, mənfi üstü qüvvət nəyə bərabər idi? Görüm, kimin yadındadır? Yaxşı, 2 üstü mənfi 1, 1 böl 2 üstü 1, yəni 2-yə. Bu biri də 1 böl 3. Yəni, cavab edəcək mənfi 1 böl 2-ni 3-ə vuranda nə edir? 6. Ona görə də cavab mənfi 6-da 1-dən D bəndi etmiş olur. 28 eynisidir yazarsınız. Üstü kiçik olan mötərizə xaricini çıxartacaqsınız. Eynən 27 kimi yazarsınız. Keçirəm 29-a. 29-dan görürəm ki, uşaqlar, görürəm ki, A üstü 33 verib. A üstü olsa hər halda nəyinsə kvadrat olmaz. Yəni, aydın məsələdir. Deməli, nəyinsə kubunu mənə. Bir dənə belə üstü kuba gələ biləcək. Bir də topla 1 görən kimi. Bilirəm ki, bu A kubu plus B kubuna gəldi. Yəni, bunun başqa, belə deyim ki, yolu yoxdur ki. Yazıram, A üstü 33 bir məntiqlə fikirləş. Nəyin kubudur? Yəni, qüvvət deyəndə, qüvvəti bir-birinə vuranda həmin ədəd eləyirdi, düzdür? Yazıram, A üstü 11-in kubu. Bax, görür, A üstü 33 eləyir, eləmir? Eləyir. Plus 1-in kubu. Bölək. Aşağıdan da baxıram, A üstü 11, A üstü 22, A üstü 33. Yenə hamısına A doldurublar. Üstü nə olanı çıxart? Kiçik olanı. Üstü kiçik olan 11-dir də. Çıxartdım, qaldı 1. Çıxaq, A üstü 11, üstü ilə A üstü 33-dən 11 çıxan nə qalır? 22. İşte, bərabər. İndi qüvvəti qəşəng açıram. A kubu plus B kubu kimi. Bax, A budur da, A üstü 11-dir. A üstü 11 plus 1. Birincinin kvadratı plus olanda burada işarə bu mənfi olacaq. Bunun da kvadratı ilə A üstü 22. Minus. Bunu buna vurursan tək. 2 yazada vurmursan bunu buna. Üstə gəl 1-in kvadratı 1. Bölək A üstü 11 vuraq. 1 minus A üstü 11 plus A üstü 22. Uşaqlar, baxın, bununla bu eyni şeydir. İxtisar getdilər. 29-da cavab B bəndi. 30 eynisidir. A üstü 7-nin kubu minus 1-dən açıb işləyəcəksiniz. 31. Son suallara keçirik. Deməli, 31-ci sualda nə ilə? Diqqət, 31-dən sonra çox diqqətlə qulaq asın. Ətraflı yaz tələb eləyəm və açıq suallarda diqqət. Deyir, A-nın neçə natural qiymətində, yazıram, A kvadrat minus 2A bölək 18A minus 36. Heç nə eləməmiş, heç nə eləməmiş. Mən burada görürəm, A var, A var. Qəşəng A-yı çıxardıram mötərizə xaricinə. Qalır A minus 2. Bölək. Baxıram, bunda da 18 var, burada da var. 18 də çıxardıram, yenə qalır A. Bunda 18-də böləndə 2. Qəşəng A minus 2-ləri tez aparıram, ixtisar. Burada qalır A böl 18. Düzdür? Düzdür. Demək, A böl 18 qaldı. Nə deyir? Bax, buna qədər gətirdim, misalını bəsitləşdirdim. İndi oxuyuram sözünü. Deyir, bax, bu A-yın, bax, bu A. Neçə natural qiymətində, natural, bax, burada yazım, A daxildir N. Yəni, natural, mənfi ədədlərə baxmayasın, sıfıra baxmayasın.
A-nın neçə natural qiymətində bu kəsri ixtisar olunmayan, uşaqlar, bu kəsri, əslində bu kəsirdir də, bu buna bərabərdir. Mən daha qısa formada deyir, bu kəsir, bu budur da, onsuz da özüdür. İndi A-nın neçə qiymət, da buna baxmıram, bunun vəziyyətini bu hala gətirmişəm, bunun üstündə işləyirəm. A-nın neçə natural qiymətində bu kəsri ixtisar olunmayan, özdə düzgün. Bax, ixtisar olunmayan və düzgün. Uşaqlar, testi edəndə verilən şərtləri bu formada mütləq şəkildə yazın özünüz üçün qıraqda. Qeyd eləyin ki, bəzən adam unudur, çox test işləyir, beyni yüklənir, ya da ağırlıqlar gedir Azərbaycan dilini, nə bilim, riyaziyyatı, o birlər şeydir, nədir onun adı, İngilis dilisini falan salır qabağa, gəlir riyaziyyatda axırda işləyəndə sualın başına oxuyur, axırı yadına düşmür ki, axırı nə idi. Ona görə də bu qeydləri burada özünüzdə tez xırda, indi mən biraz böyük yazdım, xırda götürün ki, yəni diqqətinizdən getməsin. Çünki insanıq da, yəni adamın ağlından gedə bilər. Yaxşı. İxtisar olunmayan, bir də düzgün. Düzgün isə deməli A mütləq şəkildə 18-dən kiçikdir. Düzdür? 1, 2, 4, 5. Özə natural isə deməli 1, 2, 3, 4, 5 düz 17-yə kimi. Düzgün kəsir nə idi? Surət məxrəsdən nə olmalıdır? Kiçik. Deməli A daxildir. Özə naturaldır deyə 1-dən başlayır. 1 düz 17-də daxil olmaqla. Düzdür bu ədədlər içindən. Yaxşı. Demir ixtisar olunmayan da. Bunu yoxladım, bunu yoxladım. İndi keçirəm bu şərtdə. İxtisar olunmayan. Uşaqlar, ixtisar olunmayan nə deməkdir? Məsələn, mən bir dənə kəsirdə ixtisar olunmayan olsun. Bu deyirəm 3-də 2. Mən birinci bunu deyirəm. Sən də müxtəlif. Bəlkə də orada özündən başqa bir ədəd dedin. 3-də 2 bu ixtisar olunur? Yox. Niyə? Bu sual verirəm. Niyə ixtisar olunmur? Ona görə ki, bunlar qarşılıqlı sadə ədədlərdir, uşaqlar. Qarşılıqlı sadə ədədlərin heç bir ortaq böləni yoxdur. Yoxdur ki, ixtisarda getmir də. İndi baxıram. Məntiqlə 18-dən kiçik, 18-dən qarşılıqlı sadə olan. Yəni, buralara mən nə qoysam, bu ixtisar aparamaram. Tez üstündən xət çəkib ixtisar aparamaram. Bunu seçməyə nə var ki? Başlayıram 1-dən. 1 qoysan ixtisar apara bilərsən? Yox. 1, 2 olmaz, 3 olmaz, 4 olmaz, 5, 6 olmaz, 7, 8 olmaz, 9 olmaz, 10 olmaz, 11, 12, 13, yəni 12 olmur, 13, 14, 15, 16, 17. Pisi. 1, 2, 3, 4, 5, 6. Cavab nə eləyəcək 31-də? 6 dənə. 32 eynisidir, yazarsınız. Kəsirin qiyməti tam ədəddir. Burada elə tam soruşur. Yaxşı. 32-ni yazıram, 33-ü siz yazarsınız. 32 ilə 33 çünki eyni tipdir. Yazıram. 32. Deyir ki, yazıram. Uşaqlar yazmamış, tez görürəm ki, burada 9, belə deyim də, ortaqda. Çıxardıram tez 9-u çölə. Qalır m plus 2. Bölək. Bu aşağının da Viet teoreminə əsasən vuruqlarını ayırıram. Nələrin hasili 10 edir cəmidə mənfi 7? Hansı iki ədədin hasili 10 eləyir? Deməli, cəmidə mənfi 7. Niyə müsbət yox? Demişdik köklər cəmi ikinci həddin əmsalının əksinə bərabər idi. Yəni, mənfi 7-yə bərabər idi. Necə açaram bunu? 2 ilə 5-dir də. Mənfi 2 ilə mənfi 5. Mənfi 2-ni mənfi, baxın, mənfi 2-ni mənfi 5-ə vuranda, doğrudan da mənfiyə vuranda müsbət 10 eləyir, ödədir. Mənfi 2 ilə mənfi 5 toplayanda da mənfi 7 eləyir. Üstüdür. Deməli, mənim köklərim bundan budur. Da burada demirəm niyə belə yazıram. X plus 2, qabaqda demişdim, zəhmət çək, qabağa çevir, bilmirsənsə bax. X plus 5, ay, X-dir, M-dir. Yox, M imiş, mən X yazdım, M. M plus 2-lər qəşək getdi, məndə bir dənə qaldı. 9 bölək, M plus 5. Yaxşı, indi nə deyir mənə? Mən bu uzunluqda kəsri bir dənə belə balaca bir şeyə gətirim. Yadınızda saxlayın, bu tip misalları həmişə ixtisar eləyin, balacalaşdırın minimum. Nəyə gətirə bilirsiniz? Ona gətirin. Ondan sonra indi keçirim şərtinə. M-in neçə? Tam. Bax, M tam. Artıq natural demir. Yəni, mənfiyə də baxacağım. 0 qiyməti də ala bilər. M tam ədəddir. Yəni, Z. Tam ədədlər Z-lə işarə olunur. Kəsirinin qiyməti də. Bax, M-in də tam qiymətini istəyir. Kəsirin özünün də tam. Uşaqlar, kəsir nə vaxt tam qiymət alar? Bax, məsələn, mən sən deyirəm 2-də 4 nəyə bərabər? Deyirsən müəllimə 2-yə. Çünki 4-ü 2-yə bölündə 2 eləyir. Və deyirəm 4-də 2 nəyə bərabərdir? Buna 2 deyə bilərsən? Yox. Çünki 2-ni 4-ə böləndə tam düşmüş. 0 tam, onda 5. Düzdür?
Uşaqlar, deməli tam ədəd olması üçün surət məxrəcə tamamilə qalıqsız formada bölünməlidir ki, burada tam ədəd alınsın. Aydındır? İndi baxıram. Surətə baxıram ki, 9-dur. Məxrəc də n plus 5-dir. Düzdür? Məxrəc n plus 5-dir. N plus 5. Baxın. N plus 5 uşaqlar. Nələr ola bilər? Bax, 9 bölək n plus 5 diridir da, budur. Məxrəc diricə budur. 9 bölək n plus 5. 9-un bölənləri olmalıdır ki, 9-u mən o ədədə rahat bölüm. Kəsirin qiymətini tam ədəd alım. 9 1-ə də bölünür, mənfi 1-ə də. Özə tam ədəd dediyinə görə müsbət mənfi 1. Sonra 2-yə bölünmür, 3-ə bölünür. Müsbət mənfi 3. Bildinizdə niyə mənfi? Tam ədəd deyil. Ona görə də yəni mən rahatçılığına mənfini də götürə bilirəm. Özə kəsirin qiymət də deyir tam olsun. N plus 5 bir də ola bilir. M yox ha, N plus 5. N plus 5 bir də ola bilir. Neçə ola bilir? 9-un özü. Müsbət, mənfi 9. Çünki 9 9-a da bölünür, mənfi 9-a. 9 1-ə də bölünür, mənfi 1-ə. 9 3-ə də bölünür, mənfi 3-ə də bölünür. Belə, yəni bunlar belə. Yaxşı. 32-də deyərsən ki, müəllimə 1, 2, 3, 4, 5, 6 dənə. Amma cavabın səhv çıxacaq. Yəni 6 dənə deyil. Səncə niyə? Səncə niyə burada? Ay mənim, axı 6-sını da tapdıq. Dediniz tam olur. Mən də yazdım. 6 yazdım. Cavab səhv çıxdı. Cavab ona görə səhv çıxacaq ki, sən burada n plus 2 var idi ixtisar aparımıza və n plus 2 məxrəcdə idi. N plus 2 0 ola bilməz. Niyə 0 ola bilməz? Çünki məxrəc 0 ola bilməz. Aydındır? N plus 2 n fərqli olmalıdır mənfi 2-dən. Sən burada fikir versən, görərsən ki, n plus 5-i 3-ə bərabər, bunların hər birinin bərabərliyi m qiymətlərin, yəni tapa da bilərəm, yaxşı tapıram. N plus 5-i 1-ə bərabər eləsəm, n bərabər olur 1 çıx 5, mənfi 4. M plus 5-i, deməli, mənfi 1-ə bərabər eləsəm, mənfi 6. M plus 5-i 3-ə bərabər eləsəm, bax, ərinməyəcəm, yazacam, mənfi 2. M plus 5-i deməli 3-ə bərabər, mənfi 3-ə bərabər eləsəm, mənfi 8. M plus 5-i 9-a bərabər eləsəm, 4. M plus 5 mənfi 9-a bərabər eləsəm, mənfi 14. Bildiniz də niyə bərabər eləyib, orada baxarsınız, yəni mən birbaşa yazıram. Baxın, uşaqlar, bunların içində 1, 2, 3, 4, 5, 6 dənə qiymət aldım. Amma dedim, M mənfi 2, bax, bu olmaz. Burada bir dənə bizim şuluq rəqəmimiz var, bu olmaz. Götürmək olmaz bunu. Bu bizim bax cavabımızı səhv çıxarda bilir. Ona görə cavab 6 yox, 5 olacaqdır 32-də. 33-ü də özünüz eləyərsiniz. 34-ü izah edirəm. Diqqət. Baxın uşaqlar, bu misallar, yəni zarafat misallar deyil. Çox xahiş edirəm. Bunları çox diqqətlə işləyirsiniz. Yəni belə deyim də, yəni sınaqlarda falan, OTK-da, imtahanlarda qarşınıza çıxa biləcək tiplərdilər. Çox diqqətlə, başa düşə-düşə, başa düşmədin geri çevir, bir də bax, 5 dəfə bax, 10 dəfə bax. Amma vaxt itkisi baxmaq xətrinə baxmayı, başa düşmək xətrinə bax. Bir dəfə bax, 2 dəfə bax, amma başa düş. Yəni diqqətin orada olsun. Yoxsa ağlım buradadır, hə video baxıram, amma başım gedibdi, küçədə oyun oynayıram, nə bilim telefonda iqra oynayıram. Belə yox. Belə yox uşaqlar. Fikriniz olsun misalda. Yaxşı, qaydaq misalımıza. Y-in kvadratı minus 3y minus 4 misalı köçürtdüm. Bölək y-in kvadratı minus b bərabər. Bax, bundan hələ işim yoxdur. Yuxarı tez, yenə də V7-dən qəşəng ayırıram. Nələrin hasili mənfi 4, cəmi müsbət 3 verər. Baxaq, 4 ilə 1-i seçirəm. 4-ü 1-ə vuranda, amma birinə mənfi verməliyəm. Bax, müsbət 3 verməsi üçün cəmləri. Baxın, doğrudan 4-ü mənfi 1-ə vuranda mənfi 4 eləyir. 4 ilə mənfi 1-i toplayanda müsbət 3. Bunu əksin verməliydi ona görə. Ona görə yuxarı yazıram y minus 4, y plus 1. Hansı uşaq cəhət desək ki, müəllimə, niyə müsbət 4 idi? Siz bura çıx 4 yazdınız da bax. Biləcəm ki, o uşaq dərsi qəşəng izləməyib. Bölək. Bunda yazıram. Y-in kvadratı çıx 1. Yaxşı. İndi qulaq asın. Misalı oxuyuram. Deyir ki, rasional kəsrinin ixtisar olunması üçün. Baxın, görün, bax, Azərbaycan nə diqqət. Rasional kəsrinin ixtisar olunması üçün B parametrinin ala biləcəyi qiymətlərin cəmini
tapın. Y də sıfırdan fərqlidir. Yaxşı bildik. Y sıfırdan fərqli olsun. Bir də deyirəm. Bu rasional kəsir ixtisar olmalıdır. Misal məndən onu istəyir. Deyir ki, bax burada sən elə rəqəm qoymalısan ki, B-yə. Sən burada bunu açanda ya bu y-4 getməlidir burada bu nəsə qoymaq lazımdır. Ya y-4-ü ixtisar aparmalısan. Ya da y+1 bayaq kəsirdə necə ixtisar eləyirdik? Deyir, elə rəqəm qoy ki, bu B-yin yerinə. Ya bundan bu ixtisar getsin, ya bundan bu. İndi görün, əslində yəni bu hamının edə biləcəyi bir misaldır. Sadəcə düşünmək və yəni sözləri başa düşmək lazımdır. Uşaqlar, baxıram ki, y-4 ilə bunun ixtisar getməsi üçün, burada y-dir, burada y-in kvadratıdır. Görürsünüz? Mən B-yin yerinə 16 yazsam və gətirib burada, elə bir ki, bax burada yazıram. Y kvadratı minus 16. Bax, B-yin yerinə qoyuram 16. Deyərsiniz mənimə niyə deyəcəm. Bunu açanda y-4. Y+4 olurmu uşaqlar? Olur. Görürsünüz. B-yin yerinə 16. Niyə y-nin 16? Çünki y-nin 16. Çünki 4-ün kvadratıdır. Bax, ona görə. Bax, belə yazıram. Onda qəşəng mən bundan bunu ixtisar aparardım da. Düzdür? Aparardım. Deməli, ixtisar gedə bilərdi. Deməli, mən 16 qoysaydım B-yin yerinə. İxtisar gedərdi. Bu B-yin bir qiyməti. Buna görə. Y+1 ilə də getməsi üçün, yəni məntiqlə, məncə çoxuz tapdınız. Burada y kvadratı çıx nə yazaram? Əlbəttə 1 yazaram. O da bərabər y-1, y+1. Y+1-ə gedərdi? Gedərdi. Bu da demir mənə ixtisar olunsun. Yəni, ixtisar olunur da. Deməli, y-in yerinə bir dənə qoya bilirsən, 1 qoy. Y nə idi? B-yin yerinə. B-yin yerinə bir dənə qoya bilirsən, 1 qoya bilirsən. Nə istəyir məndən? Deyir, B parametrinin ala biləcəyi qiymətlərin cəmini tapın. 16 üstə gələk. Birdən cavab 17. 34-də cavab 17 olmuş, olur. 35 eynisidir yazarsınız. Əslində, yəni eynisidir də yazmaq rahatdır. Keçirəm 36-ya. Bilməsəniz, dərsdə soruşarsınız, izah eləyərəm 35-i də. Eləyənməsəz. Amma məncə buna baxıb işləmək lazımdır ki, əliniz sərbəst işləməyə öyrəşsin. Ətraflı yaz tələb olunan tapşırıqlar. P-nin hansı müsbət? Bax, P mütləq şəkildə müsbətdir. Müsbət qiymətində, yox. P-nin deməli müxtəlif qiymətləri ola bilər. Mən müsbəti mənə lazımdır. Bax, bu lazımdır. Lazımdır. Yəni, müsbət qiymət lazımdır. 5 vuraq. P kvadratı minus 25. Bunu mən bilirəm ki, P minus 5, P plus 5-dir. Bu dursun. Üstü mənfi 3. İfadəsinin mənası yoxdur. İfadənin nə vaxt mənası olmur, ay uşaqlar? Mən sizə belə bir şey deyim. Kəsrin nə vaxt mənası olmurdu? Məsələn, 3. Burada nə yazsam bu? Bax, bura 0 yazsam. Bunun nə olar? Mənası olmaz. Çünki 0-a bölmə belə bir misal təyin olunmayıb. Yəni, məxrəcdə heç vaxt 0 olmaz. Olsa o kəsrin mənası yoxdur. Baxın, mənfi üslü qüvvət bayaq da var idi. Mənfi üslü qüvvət dedikdə, 5 ilə işin yoxdur, 5-i yaz. Bıraq. Bu mənfi qüvvətin altındakı ifadəni 1 bölək. Yəni, tərsi kimi yaz. P kvadratı minus 25. Mənfini də niyə yazdım? Bu müsbətə çevrilsin deyə. Çünki mənfi qüvvətin biz düsturunu axı tətbiq eləmirik. Belə bir şey yoxdur. Müsbətin üçün tətbiq edeyim. Mənfi qüvvətin düsturu yoxdur axı. Belə deyim də, mən deyim ki, sənə A üstü mənfi 3 üstə gələk B üstü mənfi 3-ün düsturunu de. Demişik, belə bir şey yox. Ona görə bunu müsbət olsun deyə, yəni belə bir qayda var. 1 bölək. Bunun altındakı ifadəni yazsan, üstün müsbət formada yazırsan. Bərabər 5-i 1-ə vurdum, oldu 5 bölək. Bunu da açıram. Bu kubla işim yoxdur. Bunun altındakını açıram. P minus 5, P plus 5. Bu ikisinin də açılışı deyə. Bunu digicə qoyub, üstünə də bir dənə qəşə 3 qoyuram. Всё. Misalım bu formaya düşdü. İndi qayıdıram. Bayaq nə dedim? Dedim, məxrəc 0 olsa o kəsrin mənası olmaz. Bu da deyir, bu ifadə buydu da, açdım da. Yəni, bu ifadə əslində budur. Budur. Yəni, bu ifadəni açanda bu alınır. Sən bunu açmamış, bunun nə vaxt mənası olmadığını, yəni rahat işləyə bilməyəsən. Ətraflı yaz tələb eləyirsə, cavabınızı da əsaslandırın. Bax, sən bunları deməlisən orada, yazmalısan, izah etməlisən. İndi deyir ki, bax,
Bax, bunu da sıfıra bərabər edərəm. Bunu da sıfıra bərabər edərəm. Görüm hansı qiymətlərdə məna olmur. P minus 5-i sıfıra bərabər etsəm, P-yi alacam 5. P plus 5-i sıfıra bərabər etsəm, P-yi alacam -5. Kim deyər? Burada cavab 5-dir, yoxsa -5? Diqqətli olanlar bildi ki, biz ən başda demişdik ki, P-nin müsbət qiyməti bizə lazımdır. Bax, cavab olacaq nə? 36-da cavab 5 olacaqdır. Bu qədər uşaqlar 37 də eynisidir yazmağa çalışarsınız. Əslində bunu da istifadə edə bilərdik. Yenə 1/5 vuraq. 1/64 minus m kvadratının kubundan məxrəcin nə vaxt mənası olmur? Məxrəc sıfıra bərabər. Yəni bunu aşmasanız da əslində olar. 64 minus m kvadratını sıfıra bərabər edirsən. Nəyə görə? Çünki mənanın olmadığı qiymət axtarırsan. M bərabər müsbət -8-dən sən m-in hansı müsbət qiymət dediyinə görə cavab müsbət 8-i götürmüş olacaqsan. Bu qədər. Sağ olun.